Gəlin bu sualların izahına baxaq. Deyir ki, neçə müxtəlif söz yaratmaq olar məhz sözünün hərflərini dəyişməklə. İndi məhz sözündə ümumi 4 hərf olduğuna görə 4 faktorialı hesablayırıq. Bu 24-ə bərabər olur. Bəs deyir ki, mama kimi, yəni bu sözdə ən az bir hərf təkrarında bəs necə olur? Onda 4 faktorialı təkrarlanan hərflərin sayının hasisinə bölürük və bu da eləyir 6. Başqa tipə baxaq. Deyir, sinifdə 10 uşaq var. Ayan və olan 4 qrup necə düzəltmək olar? Burada kombinatorkadan istifadə edirik. 10-dan 4 hesablayırıq. 10 faktorial bölünsün, 4 faktorial vurulsun, 6 faktorial. Bu da 210 edir, amma gəlin yazaq. 6 faktorial vuraq, 7 vuraq, 8 vuraq, 9, 10, 7. Deməli, burada 2 vuraq, 3 vuraq, 4. 2, 4 apardıq. Burada da 3 və 210. İndi baxaq başqasına. Bu sualda permütasiyadan istifadə edəcəyik. Deyir ki, 5 rəqəm var. Yəni, orada 4 rəqəm olan, yəni təkrarlanma olmadan hesablamalıyıq. Burada 0 yoxdur. Qalanları yəni ola bilər. Ona görə də 5-dən 4 permütasiyanı bu şəkildə hesablayırıq və cavab da 120 çıxır. Sonra baxırıq digər maraqlı sualımıza. Deyir ki, neçə üsul var ki, 6 şagird otursun və amma 2 dost, Ayan və Samir eyni yerdə bir yerdə oturmalıdırlar. Biz burada Ayan və Samirə eyni bir blok kimi baxırıq. Məsələn, baxın, bu Ayan və Samir olsun. Qalan studentlar, şagirdlər isə başqa bir hesab, ayrı-ayrı hesab olunur. Student 2, 3, 4, 5, 6. Deməli, 5 faktorial ümumi hal. Çünki bu ikisinə bir baxırıq. 120 etdi. 120 etdi. 120 etdi. İndi Ayan və Samir öz yerlərini blok daxilində dəyişə bilərlər. Ona görə 2 faktorial da hesablayırıq ki, 5 faktorial da 2-yə vururuq. Ümumiyyətcə 240 tapmış oluruq. Deyir ki, 7 qız və 5 oğlan var. 7 oğlan və 5 qız. Deyir ki, 4 insan olan neçə heyət düzəltmək olar ki, ən az biri qız olsun. Ümumiyyətcə, ümumi halı hesablayırıq. Bunu hesablayanda, baxın, yazmışam, 495 edir. Qız və ya oğlan olmayanda 35 edir. Only boys olan, bundan da bunu çıxırıq. Yalnız qız olan tapırıq ki, 460. Bu kombinatorkadan maraqlı bir sualların izahı idi. Davamı üçün kanala abunə olub, like etməyi unutmayaq. Bye bye.